Geceyi karanlıktan ayırmak kimin? Gel bu gece, gel bu gece, al beni ser bu gece. Sevgilim ol, her şeyim ol, gönlümün sultanı ol bu gece. Gel bu gece, gel bu gece, al beni ser bu gece. Sevgilim
العين، وبقلبي يا غالي حنين وغرام من أول يوم في هواك. كان حلمي أكون وياك لو يوم. Yaşadım sevginle, geçtim illeri. Seninle sevdalı hayat güzeldi. Yaşadım sevginle, geçtim illeri. Seninle sevdalı hayat güzeldi. Bütün bu dünyamın güzellikleri senin eşkin ile dünyaya geldi. Bütün bu dünyamın güzellikleri senin eşkin ile dünyaya geldi.
Ötüp geçti çölkekliği, çiçek bezer çökekliği, külek gezip çemenliği, öptü yeri Balakende. Ötüp geçti çölkekliği, çiçek bezer çökekliği, külek gezip çemenliği, öptü yeri Balakende. O kızların aşta kalır, dardan bakıp fikre dalır. O kızların aşta kalır, dardan bakıp fikre dalır. Hüneriyle zeferi çalır, merd olurlar Balakende. Hüneriyle zeferi çalır, merd olurlar Balakende. Balakən cənnətə yaranıbdır da, Tanrı Balakəni bizə verib var. Balakən cənnətə yaranıbdır da, Tanrı Balakəni bizə verib var. Sıx meşəli bağ yolları, şəlaləli dağ çayları, durna gözlü bulaqları, ürək açır Balakəndə. Sıx meşəli bağ yolları, şəlaləli dağ çayları, durna gözlü bulaqları, ürək açır Balakəndə. O kızların daşta kalır, dardan bakır fikre dalır. O kızların daşta kalır, dardan bakır fikre dalır. Hüneriyle zeferi çalır, merd olurlar Balakende. Hüneriyle zeferi çalır, merd olurlar Balakende. Balakən cənnətə yaranıbdır ta, Tanrı Balakəni bizə verib par. Balakən cənnətə yaranıbdır ta, Tanrı Balakəni bizə verib par. Balakən cənnətə yaranıbdır ta, Tanrı Balakəni bizə verib par. Balakən cənnətə yaranıbdır ta, Tanrı Balakəni bizə verib par. Da. Axşamınız xeyir olsun, hörmətli mərşidlərli. Hər biriniz mənim qardaşım ailəsinin həyatına xoş gəlibsiniz. Hamının qapısında belə bir şənliklər olsun, xoş günlər olsun. Hamının qapısında belə bir çörək kəsmək hamımıza qismət olsun. Bir daha deyirəm, gəlmişik, otururuq burada, şənlənirik. Yemək, içmək, hər şey öz yerində olacaqdır. Hamı, heç kəs yaddan çıxmayıbdır. Xahiş edirəm sizdən tamata nə deyirsə ona riayət eləyək. Elə bir burada riayət eləməyəsə adamlar da çağırmamışıq. Öz qohumlarımızdır, dostlarımızdır, tanışlarımızdır. Ən yaxınlarımız burada oturmuşuq. Hamımız bir-birimizə hörmət eləyək. Toyu axıra kimi davam eləyək. Bir daha deyirəm, Allah xoşbəxt eləsin. Hamınızın qapısında belə bir şən günlər olsun. Məclisimizi də aparmaq üçün Arzu müəllimə söz veririk. Xahiş edirəm, Arzu müəllimin sözünə riayət edin. Nə deyirsə, Arzu müəllim tamata elə bir şeydir. Ev sahibinin yavaştan dediyini möhkəmdən çıxardan bir insandır. Allah xoşbəxt eləsin. Sağ olun. Əziz və hörmətli qohumlarımız, qonaqlarımız, qonşularımız, uzaqdan yaxından gələn əzizlərimiz, hər biriniz xoş gəlmişsiniz, xoş görmüşük sizi.
Gül Evlər ailəsində övlad toyunda sizlərlə görüşürük. Allah Taala cəmi subaylarımıza belə gözəl məclisləri, toyları qismət eləsin. Mən eyni zamanda qız evindən gələn qohumlarımıza hamımızın adından göz aydınlığı verirəm. Allah mübarək eləsin. Bu qohumluq əbədi daimi olsun deyirik. Çünki Gül Evlər, Hacı Evlər iki böyük ailə, nəsil birləşir, qohum olur və bu da təbii ki, hamımızın ümumi sevincinə səbəbdir. Mən eyni zamanda yaradıcı heyəti təqdim eləmək istəyirəm. Bugünkü toy məclisinin musiqi dünyası gənclik instrumental ansamblına məxsusdur. Başda ansamblın bədii rəhbəri Burhan Rəşidov olmaqla instrumental ansambl sizləri salamlayır. Bəylə gəlinə uzun ömür, can sağlığı, ailə saadəti arzu edir. Müğənnilər təqdim olunur. Burhan Rəşidovun və Gülaynə xanımın ifaları sizlər üçündür bu gecə. Bu anları dayanmadan lentə alan, əbədləşdirən video studiya işləyir. Nərimin Şadlıq Sarayının video studiyası bizim hörmətli rejissorumuz İlqar qardaşımız, səyyar kamerada operator Rafiq, fotostudiya İlkin, Fərid, hər birinə uğurlu kadrlar, gözəl görüntülər arzu edirəm mən. Nərimin Şadlıq Sarayının xidmət kollektivinə eşq olsun deyirəm, əlləri, qolları yorulmasın. İndi hörmətli məclis əhli hamımızın gözlədiyi an gəlib çatır və biz də səbəbkarları Nazim bəyimizi və Rabinə xanımı dəvət eləyəcəyik. Ayıloğlu, biz toyuna gəlmişik. Məclisimiz məclislərə calansın. Oyatmaq üçün bütün eli, obanı, bəri başdan bir vağzalı çalınsın. El bəzənsin yaşıllara, allara, xələt salın boyunlara, qollara, nur səpmək üçün gələn yollara, qoy məşəllər qoşa qalansın. Hörmətli məclis əhli, alqışlayırıq, əl çalırıq, Allah mübarək eləsin. Bəylə gəlin daxil olur məclisə. Nazim bəyə, Ravinə xanıma gözəl ömür arzu edirik. Açıq bəxt, gözəl qismət arzu edirik. Allah Taala nə arzu murazları, diləkləri varsa hamısını həyata keçirsin inşallah. Ay bu elin anası evine gelin gelir. Ay bu elin anası evine gelin gelir. Bu yerlerin sonası dişli dilin gelir. Bu yerlerin sonası dişli dilin gelir. Arada ben anası gelip biraz oynasın. Bir handa ben anası gelip biraz oynasın.
gelir. Bu yerlerin sonası dişli dilin gelir. Ne durmuşsan yana, oyna oğul toyunda. Oyna oyna yana, oyna gelin toyunda. Ne durmuşsan yana, oyna oğul toyunda. Oyna oyna yana, oyna gelin toyunda. Vağzalı səslənir bir daha. Çox sağ olun, xahiş edirəm bəylə gəlindən. Əyləşsinlər, zəhmət olmasa. Hörmətli məclis əhli, əvvəla mən sizlərin hər birinizin adından, dilindən Nazim bəyimizə və Ravinə xanıma xoş gəlmisiniz deyirəm. Onların öz məclislərinə, öz toylarına xoş gəlmisiniz deyirəm. Çox qəribə bir anlaşma var. Bəzi alimlər belə fikir yürüdürlər ki, həyatda hər şey təsadüflərə bağlıdır. Amma bir çoxları isə təsadüfün həyatda olmadığını, hər şeyin qanuna uyğun surətlə getdiyini qeyd edirlər. Mənə belə gəlir ki, həyatda doğrudan təsadüf yoxdur. Hər şey qanuna uyğundur. Bax, bugün Nazim bəyin, Ravinə xanımın toy məclisindəyik. Və dünyanın, zamanın ən gözəl bir çağında biz bir yerdəyik. Bahar içərisindəyik. Bahar nurundayıq. Bahar işığındayıq. Yeni ömür yolları başlayır. Yeni həyat yolları başlayır. Yeni bir ailənin ocağa alışır. Oda alışır. Arzu edək ki, bizim bəyimiz də, Ravinə xanım da həmişə ömürdə, həyatda, həyat yollarında bahar işıqlı olsunlar. Bahar nurlu olsunlar. Qoy onların ömründən, həyatından baharın istisi, hərarəti əski olmasın. Bunu arzu edək. Yeni ömür yolları başlayır, bayaq dediyim kimi. Hamısının adından, dilindən mən bizim hörmətli bəyə, Ravinə xanıma həyatda can sağlığı arzu edirəm. Uzun və gözəl bir ömür arzu edirəm. İşıq dolu, nur dolu, səadət dolu bir ömür. Necə ki, bax, gözəl bir gün yaşayırıq, təbəssümlə dolu. Arzu edirəm ki, bəylə gəlin də hər dəfə üzlərini çevirəndə ətraflarında onları sevən, istəyən, işıqlı, təbəssümlü insanları sizləri görsünlər. Və zaman, vaxt gələndə inşallah özləri övlad toyunun gözəlliyini, şirinliyini yaşasınlar. Arzular, dirəklər, təbriklər bir-birinin ardınca gələcək toy boyu. Mən də ümumiləşdirirəm bizim bəyə gəlinə arzularımı. Deyirəm ki, abəy, sənin bu təxt-i rəvanın mübarəkdir, mübarək. Bəy başına toplaşan, deyən, gülən, danışan, bəxtəvər qonaqların mübarəkdir, mübarək. Səxavətli bol süfrən, süfrəndə təamların mübarəkdir, mübarək. Bu dövlətin, bu varın, Ravinə adlı yarın mübarəkdir, mübarək. Tül örpəyin mübarək, bacım. Bəyaz donun mübarək, medalyonun mübarək. Boyunbağın, saatın, bax bu toyun, bu büsatın, sənin bütün həyatın mübarəkdir, mübarək. Bir daha alqışlayırıq, əl çalırıq, Allah mübarək eləsin. Bəy, gəlin şərəfinə badələri qaldırırıq. Onlara gözəl ömür bir daha mən arzu edirəm və söz müğənnilərimizin buyursunlar.
kulağım, iki gözü, biri sen, biri ben yar. Bir almanım, iki yüzü, bu kalp sen benden yar. Koşasın, titremesin, biri sen, biri ben yar. Bir derdim, iki sensin, biri sen yar. Koşasın, titremesin, biri sen, biri ben yar. Bir derdim, iki sensin, biri sen yar. Sen için gelmişim bu dünyaya ben. Dünyam yok olardı sen olmasaydın. Sensizlik koynunda güller, çiçekler saralıp solardı. Saralıp solardı. Sen olmasaydın. Hicran kelimesini getirmediler. Keder yaraşar mı seven kölüne? Bulak kenarında söğütler belə saçını yonardı. Sen olmasaydın. Bu hayatta iki renktir, biri